Namaz əsnasında hansı hallarda namazımızı pozmalıyıq? 12 halda insan namaz əsnasında namazını pozmalıdır. Gəlin görək onlar hansılardır. Birinci hal, namaz əsnasında insanın dəstəmazı və yaxud da qüslu pozularsa, təbii ki, sidiyini və yaxud da qaitini, yəni nəcisini saxlaya bilməyən xəstə şəxslər burada istisnadır və bunun özünə aid başqa hökmləri var. İkinci hal, namazda qəhqəhə ilə qəsdən gülmək, yəni səsli formada gülsəz namazınız batil olacaq. Amma gülümsəmək və yaxud da elə bir formada gülmək ki, insandan heç bir səs çıxmayacaq, bu halda namaz batil olmur. Üçüncü hal, insan namazda qəsdən, bilərəkdən ağlayarsa, hansı hallar üçün? Dünyavi işləri üçün, dünyavi problemləri üçün və yaxud da bir dünyasının dəyişəni varsa, onu yadına salıb ağlayarsa, namazı batildir. Amma Allah xovfundan, Allah qorxusundan, Allah eşqindən, axirət inancına görə, axirət üçün, cənnət və yaxud da cəhənnəm üçün ağlamağın bir eybi yoxdur. Qalan namazı pozan əməlləri isə növbəti videoda deyəcəyik.